Hörmətli izləyicilər, mənim bu videom sizlərin yorumlarda mənə verdiyiniz sualların cavabı üçündür. Orada deyirsiniz ki, sana toy oldum. Mənə heç bir tüyük da kəsilmədi. Bir həftə idi gəlmişdim. İş yerində gözəl bir insan var idi, Sənəm doktor. Bütün şöbəni yığıb, bir avtobusda təşkil eləyib, təbrikə qapımıza gəldi. Elə ki, ayaqlarını qapıdan içəri basdılar, mənim bu töyləmə, damıma işıq keçdi. Allahdan gəldi. İndi içəri keçə bilmirlər, bir-birlərini qaranlıqda itələdilər, 2 nəfər yıxıldı, içərdən qaqqıltı qopdu. Yavaş-yavaş dala-dala çıxdılar. Çıxanda gördüm 2 nəfərin gözündən yaş axır. Biri Sənəm doktor, biri Padruqam Safuranın gözündən yaş axır. Doktor bir konvert verdi. Nə mümkün elədi, götürmədim. Bildim ki, puldur. Mən onlara bir stəkan çay verə bilmədim. Götürərəmmi? And içdim ki, cıracam. Pulu cıracam. Onlar içəri keçsə də, onlar içəri sığışası döydü. Çox tutardı içəri 5 nəfər, ya 6 nəfər. Bir də ki, oturmağa stol mu var idi? Mən butonun üstə dəri qov, stol əvəzi orada otururdum. Yoldaşım da barxana taxtanın ayağında otururdu. Bir balaca da stolumuz var idi, onun üstə çörək yeyirdik. Neysə, pulu götürmədim. Sabah doktor həmin pula bir lustre alıb göndərmişdi. Bu lustri haraya bağlayırdım. Bağlasam başıma dəyəcəkdi. Həmin lustri bu saçada mənim atam evində orada yaşadığım otağa asılıbdı. Sonra yorumlarda deyirsiniz ki, Allahdan uşağın oldu mu sənin? Evlad, bala bəladır, bala dərd azardır. Evlad 1-ci irsiyyəti götürür, tərbiyə 2-ci dərəcəlidir. Ərim mənim idealım olsaydı, bəlkə də deyərdim ki, ondan birini də həyata mən gətireyim. Bax, əlimdəki bu Qurana, bu Quranın yaşı yoxdur. Babamın babası Məkkədən gətirib artıq piltik-piltikdir. Hər bir hərfinin gücü var, qüvvəsi var. Bu Qurana and içirəm ki, Allaha yalvardım ki, mənə uşaq vermək istəmirəm. Birdən o da bu həyatı yaşayar. Ona görə uşağım olmadı. Sonra deyirsiniz ki, töylədə nə qədər qaldın, ha vaxt çıxdın. 6 il töylədə qaldım. Bir də qaynım çağırdı ki, deyən bu gedəsi olmadı. Bu qalası oldu. Çağırdı, yuxarı mərtəbədən 2 otaq verdi. İndi həmin otaqda yaşayıram. Sonra xahiş eləyən var ki, xahiş eləyirsiniz ki, yaşadığım otağı bir görsət. Görsət deyirsiniz, görsədim. Hörmətli izləyicilər, deyirsiniz yaşadığım otağı görsət, yaşadığım otaq bax, budur.